Salam əziz mülavimlər, axşamınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu günlərim sizə 18-26 iyun sertifikasiya imtahanında düşmə ehtimalı olan testlərlə bağlı qısa bir izah verəcəm. Və qeyd edeyim ki, mütləq imtahanımızda taksonomiya, inteqrasiya, qiymətləndirmə, bullying və effektiv müəllim-şagird münasibətinə aid sualımız var. Yəni bu 5 sualınız əlinizdədir, mütləq. Amma indi baxaq görək biz qiymətləndirmə ilə bağlı nə deyib də sualımız düşə bilər. Və həmçinin də ki, bu 5 sualdan başqa yenə müəllim-şagird münasibətinə aid, şagird davranışına aid situasiya formasında suallarımız düşür. Yəni sualların yarısı situasiya, yarısı isə konkret formada olan bir suallardan düşür. Baxaq gəlin sualımıza. Afərin, yazdığın essenin quruluş və məzmun hissəsi kifayət qədər dolğundur. Baxın, cümləmizdə həmişə çalışın ki, situasiyaya uyğun suallarımızı 2 dəfə oxuyun və anlayaraq oxuyun. Müəllim şagirdə deyir ki, esseni yazmısan, quruluşu və məzmunun kifayət qədər dolğundur. Yəni, müəllimin burada şagirdə dediyi söz spesifikdir. Esse ilə bağlı və onun məzmunun dolğun olduğunu göstərir, düzgün rəyimizdir. Davamında isə deyir ki, duyğu şaiyəsindəki səhvləri qaydadan nəzərdən keçirərək yenidən həll etsən, bu sənə kömək edəcək. Yəni, duyğu işarəsində səhvlərin var, amma qaydadan yenidən nəzərdən keçirsən, bu sənə kömək edəcək. Müəllimlər, rəydən bağlı olan suallarımızda birincisi gələcək. Yəni, gələcəklə bağlı bir nüansımız olmalıdır. Acaq, əcək, ar, ər. Baxın, ona görə bu düzgün rəydir. Gələcəklə bağlı nüans var. İkincisi, şagirdə verilən rəydə şagirdi fərqləndirmək, seçmək olmasın. Əgər elə bir şeyimiz varsa, yanlış rəydir. Bu da isə sadəcə afərin sözü deyilir. Amma uşağa desəydik ki, sənin kimi bunu eləyən yoxdur, hamıdan yaxşı eləyirsən, hamıdan bacarıqlısan, o zaman bəli, bizim rəyimiz deyərdik ki, emosiya yönəlik rəydir. Sonra, burada verilən cümlədə konkret olaraq deyir ki, essenin quruluşu da düzgündür, məzmunu da düzgündür, biraz deyir duyğu şaiyəsindən bağlı diqqət eləməlisən. Yəni, effektiv rəydir, spesifik rəydir. Həmçinin də ki, rəyimiz burada həssaslıqla verilmiş rəydir. Həssaslıq isə bizdə müəllimlər şagirdin qəlbinə dəymək, şagirdi incitmək, şagirdi psikdirməklə bağlıdır. Yəni, tərif varsa emosiyadır, amma uşağı alçatmaq, dəstəkləyici mühiti pozmaq varsa bu həssaslıqdır. Burada uşağı alçatmaqla bağlı heç nəyimiz yoxdur. Həssaslıqla verilmiş rəydir. Amma bəndə deyir ki, emosiyaya yönəlik rəydir. Müəllimlər, niyə bu emosiyaya yönəlik rəy olsun ki? Çünki bizdə, bu rəyimizdə şagirdi sadəcə afərin sözü var. Şagirdi fərqləndirmək, şagirdi seçmək, hamıdan çox yaxşı olduğunu demək bir şey yoxdur. Yəni, bu rəy emosiyaya yönəlik rəy deyil. Müəllim burada öz emosiyasına qapılmayıb. Müəllim buna normal bir istiqamət, sadəcə afərin deyib. Düzgün cavabımız müəllimlər bəndidir. Baxaq növbəti bir sualımıza. Deyir ki, bölmənin sonuna az bir müddət qalmış, təkrar məqsədi ilə bütün sinifi müəllim sual-cavab eləyirsə, hansı növ qiymətləndirməni reallaşdırmış? Baxın, çoxu bunu summativ götürür. Müəllimlər, diqqətli olmaq lazımdır. Sınaq imtahanında da gördünüz ki, artıq sınaq imtahanında elə bir elementar şeyə fikir vermək lazımdır ki, baxın, bölmənin sonuna az bir qalmış. Bölmənin sonu demir ki, biz bunu summativ götürək. Demir ki, hər hansı bir ilkin söz demir ki, yəni müəllimlər, bu bizdə bölmənin sonuna az qalmış, təkrar məqsədi ilə müəllim bütün sinifi sual-cavab eləyirsə, müəllimlər, bu bizim formativ qiymətləndirməmizdir. Cavabımız olur D bəndi. Növbəti sualımıza baxaq. Gülnarə 5-ci sinifdə oxusa da, sadə misalları belə həll etməkdə çətinlik çəkirdi. Məktəbə yeni təyin olunan və o sinifə bu ildən dərs deyən Ecət müəllimi Səma müəllim bu məsələni araşdırır və belə bir nəticəyə gəlir ki, Gülnarənin əslində riyazi bacarığı güclüdür. Lakin oxuyub anlaması ilə bağlı bacarığı zəif olduğu üçün o məsələ həllində çətinlik çəkir. Demək, müəllimlər, gördünüz, həm konkret sualımız var, həm situasiyaya uyğun sualımız var. Demək, əslində bunda güclüdür riyaziyyat. Lakin oxuyub anlamaqla bağlı çətinlik çəkib bu uşaq. O belə bir qərara gəlir ki, Azərbaycan dili müəllimi İlhamə müəllimə də əməkdaşlıq edərək Gülnarənin oxuyub anlama bacarığını inkişaf etdirsin. Demək, Ecət müəllimidir. Uşağı yoxlayır, görür ki, uşaq əslində güclüdür. Sadəcə anlamasında bu problem var. Gülnarə müəllimədən kömək istəyir ki, gəlin bu şagirdin anlamasını inkişaf etdirək. Müəllimlər, sualın hər zaman içərisinə girmək lazımdır. Hər zaman sualı anlamaq lazımdır. Böyük suallarımız daha rahatdır. Çünki İçərisində bir neçə burada situasiyaya uyğun, bir neçə əsas nüans olur və tapmaq daha rahat olur. Nəinki balaca və çaşdırıcı suallarımızı. Demək, mənasını bura qədər mən sizə izah edirəm. Bunları 5-də oxuyur, amma sadə bir sual belə eləyə bilmir. Çünki oxuyub anlaması yoxdur. Bunu kim üzəri çıxardır? Yeni gələn müəllim. Və müəllim bunları müəllimdən kömək istəyir ki, şagirdin oxuyub anlamasını gəlin inkişaf etdirək.
Səma müəllimin bu davranışı hansı deyil pedaqoji prinsipə əsaslanır? Baxın, elə baxan kimi görürük. 5-də oxuyur uşaq, amma misal eləyə bilmir. Yeni gələn müəllim bunu üzə çıxardır. Demək bu müəllim şagirdi yoxlayıb, yeni gələn müəllim uşaqları bir yoxlayıbdı, o zaman bunu kəşf edib. Yəni bizdə şagirdə burada sanki bir inkili qiymətləndirmə var. Yəni cavablarımıza baxaq. Bəzi şagirdlər deyir, kinetik intellektə malik olduqları üçün hərəkəti sevirlər. Müəllim də bunu nəzərə alaraq digər intellektlərə yoğun tapşırıqlarla bərabər ayaqüstü aktiv oyunlar təşkil edə bilər. Nə dəxli var oxuyub anlamağa ayaqüstü oyunun? Bir bəndində, yəni deyəcək, bu bənddə bizdə əslində şagirdin sadəcə buna uyğun siyasət tapmalıyıq da. Burada yuxarı mən sizə demişdim ki, müəllim şagirdin ilkin qiymətini üzə çıxardır. Yəni müəllim uşağa bir sanki diaqnostik eləyir. Biz indi ona uyğun bəndə tapmalıyıq. Yəni yeni gələn müəllim ilk gündən bunu kəşf edir. Yəni A bəndimizdə sadəcə müəllimin şagirdlərə rol oyun təşkil etməsindən, müəllim şagirdləri nəzərə almasından, diferensialdan söhbət gedir. Başqa heç nə yoxdur. B bəndində müəllim deyir şagirdin uşağı vurduğunu görür. Buna deyir laqeyd yanaşmır, şagirdi müdafiə eləyir. Burada müəllimin şagirdlərə qarşı dəstəkləyici mühitindən söhbət gedir. Burada müəllimin şagirdlərə demokratikliyi, yəni belə deyim də, eləmək istəməsindən söhbət gedir ki, müəllim uşağı avtoritardır, bunun qarşısını almaq istəyir. Yanlışdır B bəndimizdə. D bəndində müəllim şagirdlərdən birinin elan yazmağa çətinlik çəkdiyini görür və ona elan nümunəsi göstərir. Müəllim uşağa burada deməli Vygotskyinin sosial inkişafını, Vygotskyinin scaffoldingliyini eləyir. D bəndimizdə, yəni bizə aid deyil. Y bəndində müəllim şagirdlərə dərsin axırında refleksiya aparır. Şagirdə suallar təqdim edir ki, bu gün nə öyrəndik, bu öyrəndiklərimizin nə kimi əhəmiyyəti var. Bu da isə yenə interaktiv dərsdən söhbət gedir. G interaktiv, D oldu bizdə scaffolding, B bəndi oldu dəstəkləyici mühit. Amma C bəndinə baxaq. Müəllim tədris ilinin əvvəlində şagirdlərə diaqnostik qiymətləndirmə aparır. Onların və güclü və zəif tərəflərini üzə çıxardır. Növbəti dərslərdə diferensial yanaşma tətbiq edir. Bəli, müəllimlər tam bizim bayaqki sualımıza uyğundur. Orada da müəllim şagirdin ilkin yeni gələn müəllim şagirdin harda boşluğun olduğunu üzə çıxardırdı. Həmçinin burada da. Ona görə müəllimlər düzgün cavabımız bizim burada C bəndidir. Növbəti tip suallarımız isə müəllimlər artıq nəzəriyyələrlə bağlı deyə vermirəm. 3 dənə bu günlərin biz sizə qiymətləndirmə ilə bağlı həm situasiya, həm də konkret, həm də rəylə bağlı sualın izahını verdik. Həm rəy, həm situasiya, həm də konkret bir sualın izahını verdik. Növbəti dəfələrdə nəzəriyyələrdən bağlı sual izahlarımız olacaq.